Orxan, balıqlar niyə bu qədər romantik olurlar? Balığın bir Allahı, bir də sevən ürəyi vardır. Balıq sevgidən o qədər zərbə görür ki, sevməyə qorxur, bilirsən onu. Düz dedin. Balıq var ha, həyatda balığa desələr ki, ikinci dəfə dünyanın nazi nemətini atıram sənin ayaqlarının altına. İnan ki, balığı sevməyə qorxacaq. Balığın bax bu ürək var, bu ürək. Balıq o qədər qorxur ki, ürəyinin qırılması. Çünki balıq balaca, bax körpü uşaq kimidir. O 2 liri quruşka alırsan ha. Balığın ki, əlindən o quruşkasını alsan, balıq göz yaşında boğular. Elə çox ağlamırlar. Yox, həyat təcrübəsində. Sən bilirsən, sən də balıq bölgüsəndə. Balıq həyatına girəndə bir insanın, o insanın bizdən əmrəcə nəyinə fikir verir? Nəyinə? Qoy görüm düz biləcəksən. Mən sənə deyim, o insanın cəsarətinə. Balıq zəif insanları sevmir. Ha, Balıq ki, bir insanı sevdiyi, o insandan xoşbəxt olmaq üçün hər şeydən keçər, ətrafından keçir. Amma balığa qadağa qoymamalısan. Balıq azadlığına düşkün insandır. Balığı yarı yolda qoymamalısan. Amma bir balıq bürcündə olan insanların ən üstün tərəfi bilsən nədir? İnamsızlığı. Allah bəlanızı verir. Heç kimə inanmırsınız. Bir insan sizi sevəndə də, istəyəndə də heç kimə inanmırsınız. Ömür boyu tək qalmağa meyilli olursunuz. Məncə qəşəng oldu bu.